İkinci sual. Qida mühəndisi qabarıq və yüngül biskvit hazırlamaq üçün reseptə 8,4 qram çay sodası əlavə edir. Bişmə prosesi zamanı istiliyin təsirindən çay sodası tədricən parçalanır və karbon qazı əmələ gəlir. Əmələ gələn karbon qazı xəmirin qabarmasına və biskvitin yumşaq olmasına səbəb olur. Bu proses zamanı alınan karbon qazı molekullarının sayını hesablayın. Deməli, çay sodası natrium hidrokarbonatdır. Onu xəmirə əlavə etdikdən sonra istiliyin təsirindən parçalanır. Yəni, bu zaman natrium karbonat, üstəgələk karbon qazı, üstəgələk su yaranacaq. Burada əmsallaşdırsaq, yəni 2 mol natrium hidrokarbonatın qarşısında olur və salam. Natrium hidrokarbonatın kütləsi neçə qramdır? Natrium verilib bizdə 23, bir də hidrogen elədi 24. Karbon, deməli, emir natrium hidrokarbonatı yazaq bura. Natrium burada 23, hidrogen 1, 24, üstəgələk karbon 12, üstəgələk 48. Böləcək 60, 24, 84. Deməli, 84 qram özünün kütləsidir, amma 2 mol olduğuna görə vuracam 2-yə. 84 vuraq 2 olanda ayrılan karbon qazı molekullarının sayı 1 moldur. Bizdə 8,4 deyil. 8,4 deyirsə, artıq 20 dəfə az, o da eləyəcək 0,5 mol karbon qazı. 0,5-də vururuq NA-ya, çünki 1 molda olan molekulların sayı 6,2 vuraq 10-23, yəni Avogadro ədədinə bərabərdir. 6,2-ni 0,5-ə vuranda 3,1 vuraq 10-22 edəcək. 28-də də cavab A variantı. Başa düşdün, Əlikrəm? Bəli, mənim çox sağ ol. Aha. Sonra sona qədər var, 32-yə qədər sual var, yoxsa karbon birləşmələrindən və alınmasına keçək. Karbon birləşmələrindən var, bu səhifə bitir. Bu səhifədə yoxdur. Onu keçirirəm. Bəli. Bu səhifədə suallarınız Səhifədə mənim 16 var. 16. Generator qazının yanmasına 11,2 litr oksigen sərf edilmişdir. Generator qazının tərkibini həcm payı ilə müəyyən edin. Yanma deyəndə burada yanan dəm qazı olacaq. N2 yanmır. N2 oksigenlə reaksiyaya girir. N2 üstəgələk O2. Amma bu oksidləşmədir. Çünki yanma cüzi bir qızdırmaqla reaksiyaya girir. Amma bu N2 ilə O2-nin reaksiyası çox güclü temperaturda 2000 dərəcədə ildırım çaxması zamanı baş verən reaksiyadır. Yəni biz məsəl üçün metan qazını yandırırıq, spişkan vurdun yanında, o formada deyil də, güclü bir istilik lazımdır. Ona görə də yanma deyəndə bir dənə CO-nu nəzərdə tutacaq ki, dəm qazı oksigenlə reaksiya daxil olanda karbon qazı əmələ gəlir və ümumilikdə bu generator qazı 44,8 litr, yəni 2 moldur. Yanmasına 11,2 litr oksigen, yəni 0,5 mol oksigen sərf olunmuşdur. Litri biz dərhal həcmi mola çeviririk, 0,5 mol edir. Və görürəm ki, 1 mol oksigen sərf olunanda 2 mol dəm qazı reaksiyaya giribsə, 0,5 sərf olunanda da 1 mol dəm qazı reaksiyaya girmiş olacaq. Yəni, bu 44,8 litr generator qazının tərkibində 1 mol dəm qazı və 1 mol da azot qazı var. Yəni, axı 44, biz 1 mol aldıq, 1 molda 22,4 da, yarı-yarı. Onda da neçə faiz eləyəcək? Hərəsində yarı-yarı edirsə 50-50 eləyəcək də. 50%, o da D variantı uyğun gəlir. Yenə deyirəm, yəni burada N2 yanmır, CO yanır və yanmaya da reaksiyaya 0,5 mol oksigen sərf olunur. 1 oksigen sərf olunanda 2 mol dəm qazı reaksiyaya girirsə, 0,5 sərf olunanda da 1 mol dəm qazı reaksiyaya sərf olunacaq. Və 1 mol dəm qazı da 22,4 litrdir. İstənilən qazxanada olan maddənin həcmi 22,4 litrə bərabərdir 1 molun həcmi. Bu da 22,4 litr eləyir. Cəmi qaz qarışığı 44,8 litrdir. Onun 22,4-ü dəm qazıdırsa, 22,4-ü də azot qazı eləyəcək. N2 eləyəcək. N2. Və o da hərəsindən 50% yarı-yarı eləyir. D variantı uyğun gəlir. Yəqin ki, aydın oldu. Başa düşdün, Əlikrəm?
Bəli, müəllim. 17-də 18 18-də sualdır. Aha, buyur. Deməli, natrium karbonat və natrium hidrokarbonat ibarət 33,6 qram qarışıq közərdildikdə 2,24 litr karbon qazı ayrıldı. Burada natrium karbonat heç cürə parçalanmaz. Yadınızda saxlayın. Ya kalium karbonat, ya natrium karbonat 3000-ə qədər qızdırsaq belə əriyir, ancaq parçalanmır. Amma natrium hidrokarbonat çay sodası da bayaq dediyimiz kimi xəmirə atan kimi, bayaqki nümunədə var idi, parçalanır istiliyin təsirindən, karbon qazının əmələ gəlməsi. Həm onu köpürdür, şişirdir, yəni yumşaq olmasına gətirib çıxardır. Yəni natrium hidrokarbonat cüzi bir istilikdən parçalanır istiliyin təsirindən və bu zaman natrium karbonat üstəgələk karbon qazı üstəgələk su əmələ gəlir. Əmsallaşdırsaq hidrokarbonatın qabağına 2 gəlir. 33,6 qram qarışıq közərdildikdə 2,24 litr karbon qazı çıxır. O da 0,1 mol deməkdir. Deməli, buradan da dediyim kimi natrium karbonat axı parçalanmır. 0,1 mol karbon qazı deməli ikinci reaksiyadan alınır. 1 mol karbon qazı alınanda 84 özünün də kütləsi verilib natrium hidrokarbonatın. 84 vuraq 2. Yəni bu qədər qram o da eləyəcək 168 qram. Natrium hidrokarbonat parçalanırsa 0,1 mol karbon qazı alındı. 16,8-i parçalanmış olacaq. Dediyim kimi 84 kütləsi verib 2 mol olduğuna görə 2-yə vurur. 168-də 1 molsa 0,1 daha doğrusu 1 mol karbon qazı alınanda 168 qram parçalanırsa 0,1 alınanda da 16,8-i parçalanmış olacaq. Qarışıq da ümumi 33,6 qramdır. Onun 16,8 qramı natrium hidrokarbonatdır. Bizdən də elə natrium hidrokarbonatın kütlə payını istəyir. Kütlə payını tapmaq üçün neyirik? Natrium hidrokarbonatın kütləsini, yəni 16,8-i böləcəm ümumi kütləyi, yəni 33,6-ya vuracam 100-ə. Bölürəm 33,6-ya vururam 100-ə. Buradan da alacam yarı qədər eləyir. 50%. 50% cavab da D variantı edəcək. Yəni burada parçalanan hidrokarbonatdır. Onun köməyi ilə karbon qazı alınıb. Onun əsasında tapırıq. Aydın oldu Fatimə? Bəli, müəllim. Çox sağ olun, müəllim. Buyur. Bu səhifədə var. Yəqin ki, sualımız Məndə yox. qalmaz. Bitdi mənim səhifədə. Bu səhifədə Məndə bu səhifədə yox idi. səndə Əlikram varsa sualın ver. Müəllim, məndə bir 29-30 var bir dənə. Aha. Birini eləsəm, digərini özün edə biləcəksən. 5 qram metal karbonat duzunun parçalanmasını. Yəni metal karbonat duzu parçalananda ekvivalentli metal olduğunu görürük. Hardan bilirik? Karbonat qalığının yanında 2 hidrogeni yoxdur. Mən demişəm ki, əsaslıq göstərən neçə hidrogen yoxdursa valenti ona bərabərdir. Bunun 2 hidrogeni yoxdur. Valenti 2-dir karbonat turşusunun. Onda deməli metalın da valenti 2 olub ki, heç bir indeks qeyd olunmur. Deməli bu 2 valentli metaldır. Və metal yazıram, oksigen yazıram. Metalın oksigenlə birləşməsi bu formada göstərilir. Gələk karbon qazı. 5 qram metal karbonat duzunun parçalanmasından 2,2 qram karbon qazı əmələ gəlmişdir. 2,2 qram karbon qazı əmələ gəlmişdir. 5-indən nə qədər? 2,2 qram. Karbon qazının kütləsi 44 qramdır. Baxım görüm 44 qram karbon qazı əmələ gəlmiş, nə qədər metal karbonat parçalanmışdır. Bu da eləyəcək 20 dəfə çox. 5-i də 20-yə vuranda eləyəcək 100. Deməli, bunun emeri, metal karbonatın kütləsi emeri eləyəcək 100. Bunu tapdım. Metalın nisbi atom kütləsini istəyir. Deməli, 100-dən çıxacam. CO3-ün kütləsi. Oksigen kütləsi 16 vuraq 3, 48. 12 də karbon eləyəcək 60. 100-dən də 60-ın çıxanda eləyəcək 40. Yəni, burada metalın nisbi atom kütləsi 40-a bərabər olacaq. Aydın oldu.
30 da eynən o cürdür. Orada yazacaq ki, 44 qram ayrılanda bilmirik nə qədər karbonat parçalanır. 8.8 ayrılanda da 25 və ona əsasında tapacağıq. Tənasüb qrup tapılacaq. Aydın oldu. Bəli, bəli. Burada başqa testdə səhvim var, əleyhissalam sualım var. Səhifədə mənim 38 var. 38. Naməlum qazı əhəng suyu ilə buraxdıqda məhlul əvvəlcə bulandı, sonra şəffaflaşdı. Şəffaf məhlul qızdırdıqda isə yenidən bulanır. Əhəng suyundan hansı qaz buraxılmışdır? Bu karbon qazıdır. Əhəng suyunun tərkib hissəsi kalsium hidroksiddir. Buna əlavə olaraq metalları keçəndə də keçəcək. Bulanır deyəndə, yəni orada hər hansı bir çöküntü əmələ gəlir ki, bulanıqlıq yaranır. Bu zaman kalsium karbonat çöküntüsü və su əmələ gəlir. Bu çöküntünün əmələ gəlməsi onu bulandırır. Yəni, mütləq şəkildə bu reaksiyalar yadda saxlanmalısınız. Çünki bu tipdə suallar həm qrafik olaraq düşür. Məsələn, deyir ki, əvvəlcə məhlulda kalsium hidrokarbonat əhəng suyu məhluludur və əvvəlcə bulanıqlıq baş verir. Yəni, bu əhəng suyu var və əvvəlcə bulanıqlıq baş verir deyir. Yəni, çöküntünün kütləsini əgər zamandan asılılıq qrafikini istəsə, əvvəl çöküntü yox idi, sonra çöküntü yarandı. Baxın, mən buradakı təmini qrafikə keçirəm. Çünki bəzən qrafik olaraq həm çöküntünün zamandan asılılıq qrafiki, həm elektrik keçiriciliyinin zamandan asılılıq qrafiki və bunu qeyd edin. Elektrik keçiriciliyin zamandan asılılıq qrafiki. Yəni, bəzən təmlik yox, belə sözdən yox, qrafikdən istənilən bilər. Bir-birinə keçidi bilək. Məhlul əvvəlcə bulandı, yəni belə bir çöküntü əmələ gəldi. Çöküntünün əmələ gəlməyi onu göstərir ki, çöküntü əvvəl əmələ gəldi. Bir dəqiqə mən çöküntünün zamandan asılılıq qrafiki. Əvvəldə çöküntü yox idi, düz qoymadım mən burada elektrik keçiriciliyini qeyd. Əvvəldə çöküntü yox idi, 0, sonra çöküntü əmələ gəldi. Çöküntünün əmələ gəlməsini göstəririk burada. Amma elektrik keçiriciliyin zamandan asılılıq qrafiki get-gedə düşəcək aşağı. Çünki məhlulda çöküntünün əmələ gəlməsi onun elektrik keçiriciliyini azaldır. Belə deyək, əvvəl kalsium iyonu və OH iyonu var idi. Onun hesabından məhlul elektrik cəryanı keçirirdi. Və karbon qazını orada buraxdıqda belə kalsium karbonat çöküntüsünün yaranması iyonların qarşısını alır. Yəni, iyonlar olmur buradakı hər hansı bir elektrik cəryanı keçirsin. Biz bilirik ki, elektrik cəryanı olmaq üçün iyonların yüklü hərəkəti lazımdır. İyonlar olmayandan sonra bu elektrik cəryanı keçirmir. Deməli, əvvəl çöküntü yox idi, 0, sonra çöküntü əmələ gəldi. Çöküntünün zamandan asılılıq qrafiki göstərdiyi kimi. Elektrik keçiricinin zamandan asılılıq qrafiki isə yuxarıda göstərildiyi kimi. Əvvəlcə kalsium və hidroksid iyonlarının, OH iyonlarının olmağı onun elektrik cəryanı keçirməsinə səbəb olur. Sonda kalsium karbonatın yaranması isə onun elektrik keçiriciliyini sıfıra düşürdür. Yəni, sualın bir balaca olmağına baxmayaraq, bunun içərisində 3 etap izah edirəm ki, fərqli tipdə veriləndə çaşmayasınız. Sonra isə şəffaf məhlul qızdırıldıqda yenidən deməli, məhlul əvvəlcə bulandı, sonra şəffaflaşdı. Aha, əvvəlcə bulandı kalsium karbonat. Sonra şəffaflaşdı nə deməkdir? Yəni, bu karbon qazının axınında dayanmadan bu davam eləyir. Su var idi, kalsium karbonatla bir yerdə suyun var idi. Bu karbon qazını buraxmaqda məhlula davam edirlər. Yəni, su da var, karbon qazı da var, təzədən kalsium hidrokarbonat yaranacaq. Yəni, əvvəlcə çöküntü yox idi, yarandı. Sonra karbon qazını məhluldan buraxmaq prosesi davam etdikdə, yəni bu artıq karbon qazının axınında bu proses davam edirsə, kalsium hidrokarbonat yaranacaq. Kalsium hidrokarbonat da suda yaxşı həll olur. Bütün hidrokarbonatlar suda yaxşı həll olur. Hətta natrium hidrokarbonatı deyirlər, çay sodası zəif həll olur, yenə də həll olur. Bütün hidrokarbonatlar həll olur. Yəni, əvvəl çöküntü yarandı, sonra çöküntü məhv oldu, yox oldu. Niyə? Çünki suda həll olan bir birləşmə əmələ gəldi. Suda həll olursa bu iyon verəcək. Bu zamanda elektrik keçiriciliyi artmış olacaq. Baxın, deməli, əvvəlcə əhəng suyundan buraxıldıq, məhlul bulandı. Sonra şəffaflaşdı, çünki bu karbon qazının axını davam edir.
kalsium karbonat var, su var, karbon qazı var və təzədən kalsium hidrokarbonat yaranacaq. Prosesin davamına baxın. Deyək ki, yenidən şəffaf məhlulu qızdırdıqda təzədən götürüb bu kalsium hidrokarbonatı var ha, qızdırırlar. Necə ki, natrium hidrokarbonatda yazdıq, burada da yenə də eyni şey yazacaq. Kalsium karbonat, su və karbon qazı. Yəni deməyim budur ki, yenidən çöküntü əmələ gəldi. Çöküntü əmələ gəldi. Yenidən yəni eyni bir şeye davam edirik. Yəni bu davam edir. Çöküntü yarandı və elektrik keçiriciliyi də düşür aşağı. Deməyim budur ki, yenidən çöküntü prosesi yarandı. Soruşur ki, əhəng suyundan hansı qaz buraxılmışdır? Karbon qazı. Yəni sual bəsitdir, sadə bir sualdır. Əhəng suyu deyən kimi bulanırsa karbon qazını yazacağız. Mən bu prosesləri də yazmaqda məqsəd, yəni əgər çöküntünü verirsə, elektrik keçirici verirsə, desə ki, təmlik verilib, onun qrafikini qur, ona uyğun tap, biləsiniz. Əvvəldə çöküntü yox idi, sonra yarandı. Ona görə də bu cür formada göstərdim. Sonda hidrokarbonatın yaranması onun aşağı düşməyinə səbəb oldu. Çünki çöküntü yox olur. Hidrokarbonat suda həll olan bir şey yaranır. Elektrik keçirici əvvəl var idi, kalsium var, OH var, yaxşı elektrik cəryanı keçirir. Karbon qazından buraxanda çöküntü əmələ gəlir. İyon yoxdur, elektrik keçirici düşür sıfıra. Təzədən bu karbon qazının axını davam edirsə, bu artıq kalsium hidrokarbonat yaranacaq. Karbon qazının axını davam edirsə və elektrik keçiriciliyi artmaqda davam edəcək. Yəqin ki, başa düşdünüz, ətraflı şəkildə sualın ətrafında danışdım ki, ona uyğun suallar düşəndə yaza bilərsiniz. Qeydlərinizi də götürün zəhmət olmasa. Sonra bir A variantında NH4'ü karbonat, aman necə deyir onu biz. Amonyum karbonatın üstünə natrium OH gəldi. Aldım ki, yenə karbonatla amonyum OH və Y'də də kalsium karbidin üstünə H2O gəldim. Orada da aldım ki, kalsium OH üstənsə CH2 C2. və CH4. Yox, bax, kalsium Hə, karbid olanda yadında saxla. Keçmişdik də sizdən. Kalsium karbid olanda alkinlər keçmişik. 2 karbiddən istifadə olunur. Alüminium karbid olanda metan alınır. Kalsium karbid olanda da asilen alınır. Yəni buna görə buradan asilen alınır, gedir. Burada NH4OH görürsə alınan anda parçalanır, oradan da amonyak çıxır. Bu da getdi. O biri natri karbonat sudan reaksiya getməz. Buradan sink xlorla birləşir, hidrogen çıxır. Bu da getdi. Qalır D variantı da. Bəli, oradan da alınır kalsium xlor, yəni CO2 üstənsə H2O. Belə. İndi yaxşı baxaq, indi 58-ci eləyin zəhmət olmasa. Çətin deyil, azalmaya görə gedəcəksiniz. Deməli, burada 58-də nə elədik biz? Müəyyən qədər karbon qazı buraxılır. Bu da eləyir 11 qram artım. Karbon qazının hesabına qabın kütləsi artır. Yəni 11 qram artım karbon qazının kütləsi. O da deyir 25% reaksiyaya girir. 11 qram artım olan, yəni reaksiyaya girən karbon qazı 25%-dir. Deməli, yerdə qalır 75% reaksiyaya girməyən hissəsi. O nə qədər edir? 3 dəfə çox. O da edir 33. İndi baxırıq hansına? 77 dedim. Yəni 78. 77. Hə, 77, 79, 73 yaza bilmirəm mən. Fatimə eləyəcək. Əslində biraz getmişəm, biraz Birinci 420%-ni tap. 420%-ni vuranda 2000 420%-i 2000-dir. Yo, 420%-i 5-ə böləcəyik də, 400-ə eləyəcək 8, 80. 80. İndi 80 qram neçə mol natrium OH deməkdir? 2. Oy sağ ol. Qutardı getdi. Bu 44.8 litrdə metan yanır. 1 mol metan yananda nə qədər karbon qazı alınır? 22,4-ə böləcəyik, o da eləyəcək 2. Hə, 1 mol yananda 1 mol karbon qazı alınırsa, bunun
2 mol yanında da 2 mol karbon qazı alınır. Deməli 2 mol karbon yanında. qazım 2 moldur. Bəli. Natrium OH da 2 moldur. 1-in 1-ə nisbətində bunlar reaksiyaya girəndə nə alınacaq? 2 ilə 2 ixtisar gedəcək, 1-in 1-ə nisbət edir də. Nə alınacaq Hə. bunlar birləşdirəndə? Natrium HCl3. Natrium HCO3 birləşdirirsən də. Natrium HCO3, natrium hidrokarbonat. Neçə mol, neçə qram? 2 mol alınacaq. Çünki 2 moldur, 2 moldur. Nə qədər mən ixtisar elədim ki, 1-in 1-ə nisbəti olduğunu görəsiniz. 2 mol natrium hidrokarbonat. Natrium hidrokarbonat da 84 qramdır. 2 mol onda, yəni vur 2-yə. 168 cavab Y. Cavab Y Bəli, 168. bəli. 168 qram natrium hidrokarbonat. İndi 79-dan 80-ə də baxın, asandır. Bayaqlarım ona aid nümunə dedim. Oxşar tipdə qrafik dedim ki, qrafik mümkündür. Amma burada əhəng daşı məhlul deyil, sadəcə əhəng daşının özünün, əhəng suyu deyil, əhəng daşının özünün parçalanmasıdır. Əhəng daşının parçalanında nə alınır? Formula əhəng daşı nə idi? Kalsium karbonat. Parçalanında nə alınır? De Fatimə görüm nə alınır? Kalsium karbonat. Kalsium Kalsium karbonat. parçalanında Kalsium oksit su var burada. Hidrogen var. Kalsium oksid üstə gələk. hidrokarbonatla karıştırdım ama. Kalsium karbonat parçalanında kalsium oksid üstə gələk, karbon qazı alınır da. Burada karbon qazı uçucudur deyə karbon qazının kütləsi qədər uçur. Ağza açıq qabda Əsərlərim uçub gedir. qırılır. Hə. Cavab düzdür. Yox. Niyə artım var ki burada? Əvvəl gör nə qədər idi, sonra azaldı. Karbon qazı qədər azaldı, amma sıfıra düşməyib. Ümumiyyətlə, duzlar da bərkdir. Əsasi oksidlər də bərkdir. Turş oksidlərdən də bəlkə də var, qazı da var, əsasi oksidlər də bərkdir. Karbon qazının kütləsi qədər azalıb. Bu 100-dürsə, bu eləyəcək 56. Azaldı, amma sıfıra düşmədi 5 maddənin kütləsi. Ona görə C variantı uyğun gələcək. Azalır, amma sıfıra düşmür. Aydın oldu. Karbon qazının kütləsi qədər azalma oldu. Bəli. Bəli. Amma 80-də amonium hidrokarbonat deyir. Bunu parçalanında nə alınacaq? Bax, bu parçalanında. De, görün Fatimə. Amonyak üstə gəlsin CO2. Üstə gələk. Üstə gəl su. Su. Ayfa. Aşağı. Sardı getdi. Burada hamısı uçucudur. Bu da gedir, bu da gedir, bu da maye halındadır. Bərk halında heç nə qalmır. Deməli, əvvəl var idi, sonra getdi, bərk kütlə hara düşdü? Bütün duzlar hamısı bərk halında oldu. Sıfıra. Bu bərk idi, düşdü sıfıra. Aydın oldu. Bəs mən niyə görə biz orada suyun kütləsini nəzərə almadıq ki? Su bərkdir. Yalnız bərkdir. Bərkdir ax. Su nə vaxtdan bərk olur? Hə. Burada görək neçə dənə testi. Digərlərdə elektrik keçiriciliyi var. Bax, 95-ə baxın. Eynən dediyim testi. Reaksiya zamanı elektrik keçiriciliyin karbon qazının həcmindən asılılığı. Əvvəl elektrik keçiriciliyi var idi. Çünki kalsium hidroksiddir də. Karbon qazının həcmini artırdıqca elektrik keçiriciliyi azalır. Deyil? Burada çöküntü əmələ gəldi, kalsium karbonat. Elektrik keçiriciliyi azaldı, düşdü aşağı. Yəni, bu formada qrafiklər verilib. Bax, 103 yenə elə. Bəli, tamam. Bəli. 103 yenə elə. Deyir, suda məhlulundan karbon qazı keçirəndə məhlulun elektrik keçirin zamanı. Əvvəl karbon qazı keçirsən, çöktü, çöküntü, düşdü. Sonra karbon qazını keçirməkdə davam edirəm. Alır hidrokarbonat. Hidrokarbonat da yaxşı həll olur. Keçiriciliyi artır, artıq ion verir. İon verir, keçiriciliyi artmış olur. Bu 102 də bayaqki məsələdə tipindədir. Yəni, digərləri dediyim kimi oxşardır. Bura qədər eləmişiksə, digərlərini də eləyə bilərik. Yəni, kifayət qədər buna uyğun test elədik.
Yəqin ki, başa düşə. Aydın oldu yəqin ki.